Kardeşlerim, hamınızı cennet əhlinin salamıyla salamlayıram. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Hamınız hoş gelmişsiniz. Yanvar ayının 14'üdür. Bazı Gürcistan'ın bazı bölgelerinde çok şiddetli kar var. Birçoklarınız bu konferansa, bu meclise katılmak için hem uzaktan hem de ne kadar eziyet çekerek geldiğinizi bilirim. Allah emeğinizi heçe çıkartmasın. Malınıza, pulunuza, vaktinize, ailenize, canınıza bereket versin. Onu güzel şekilde derk eləyirəm ki, Marneul'dan, Gardaban'dan, kısa olarak desem, Borçalı'dan gelen kardeşler olsun, Qaxetdən gelen kardeşler olsun, Tiflis'in uzak bölgelerinden gelen kardeşler olsun. Evlerinizde rahat uzanıp, oturup, kofenizi içip, çayınızı içip, yemeğinizi yiyebilirdiniz. Sizi buraya getirdi. Hisselediğiniz mesuliyet, içinizde taşıdığınız kardeşlik ruhu, içinizde yerleştirdiğiniz Allah ve onun Resulünün sevgisi, aynı zamanda etikadınız olan kardeşliğin ehemmiyetini yaşamanız. Buna göre sizi təqdir edirəm kardeşler. Buna göre sizi təqdir edirəm. Dünyanın birçok yerlerinde, birçok ülkelerinde, birçok ülkelerin şehirlerinde cemaat parça parça olarken Müslümanların arasına nifak ve fitne düşerken sizler parçalanmadınız, dağılmadınız, bölünmediniz, esen fitnelerde yem olmadınız. Tebrik edirəm, Allah sabitliğinizi daim eləsin. Tabii ki tek danışan ben olmayacağım. Ben de danışacağım. Kardeşlerden aksakallar, önde gidenler, büyüklerimiz de danışacak. İki meseleye toxunacağım Allah Taala'nın izniyle. Bir mevzunu danışacağım, sonra sizlere vereceğim danışmağı. Daha sonra ikinci mevzuya geçeceğim. İkisi de çok ehemmiyetli ve hassas mevzudur. Birinci mevzu kardeşler, bizim birbirimize, bakın bizim birbirimize, hamımızın birbirimize olan ihtiyacımız yemeğimizden ve içmeğimizden daha çoktur. Bakın hatta havaya suya olan ihtiyacımızdan birbirimize olan ihtiyacımız daha çoktur. İbnül Kayyim rahimehullah buyurur ki, bir insan yemeksiz ve içmeksiz, ha belə havasız kalarsa dünyasını değişebilir, Allah'a kavuşabilir. Yoxa çıkmaz. İkinci bir aleme gider. Ama bir insan onun imanını ayakta tutan en büyük sebeplerin birini terk ederse zaten ölecek, ahiretini de zayi etmiş olar. Mümin için dünya ile ahiret mukayesesinde ahiret her zaman öndedir. Çünkü dünya müvekkati bir diyardır, ahiret ise bagidir. İster cennet, istersen cehennem. Bizim birbirimize olan ihtiyacımız maddi değil kardeşler. Bizim birbirimize olan ihtiyacımız ilmidir, imanidir, ahlakidir, kısa olarak desem manevidir. Manevi değerler her zaman İslami bakıştan maddi değerlerden öndedir. Baksak Maide suresinin 2. ayetine. Allah Teala buyurur: "Ve taavanu alel birri ve takva." Ey müminler! İstersiniz meşrikte olun, mağribde olun, harda istirsiniz olun, hayır emellerde ve imanınızı artıran sebeplerde birbirinize destek verin. En büyük bunun desteği bir araya gelebilmemizdir, bir araya gelmeyi bacarmamızdır. Münafiklerin, onların arkasıyla giden sahtekarların seflerimizi böyle bilmemesidir. Hilelerin
müminlerin karşısında fayda vermemesidir. Yine bakaq Kur'an-ı Kerim'e, Hucurat suresinin 10. ayesine. Allah Azze ve Celle buyurur ki, İnnemel mu'minune ihva. Hakikaten Allah'a iman edenlerdir kardeş. Allah Teala demir, biz nesmenlerdir kardeş. Allah Teala demir, mühendislerdir kardeş. Siyasetçilerdir kardeş. Nazirlerdir kardeş. Müəllimlərdir kardeş. Bulardı. Baxmayaraq ki, hamısı təbəqələr və kategorilərdir. Allah deyir ki, yalnız müminlerdir kardeş. Bugün sen müminsənsə, o biri müminin kardeşisən. Sen bunu rədd eləmək və yaxud da seçim ixtiyarın yoxdur. İlahi bir istek ve onun emridir. Gelin kardeşler, Tövbe suresinin 71. ayesine bakaq. Allah Teala buyurur, وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ اَوْلِيَاءُ بَعْضٍ. Mümin kişiler, həmçinin müminət kadınlar birbirlerinin dostlarıdır. Bir müminin dostu bir mümindir. Bir mümine münafıktan dost olmaz. Bir mümine dinini kebik kübüye satana dost olmaz. Bir müminin hain dost olabilmez. Bir müminin dostu satkın işveren olabilmez. Üzürlü sayın. Ona göre deyirəm ki, kişilerin azaldığı bir dönemde yaşayırıq. Din, iman, əxlaq, əqidə, qəbik kübüyə satılmağın çoxaldığı bir dönemde yaşayırıq. Allah buyurur ki, mümin kişinin, müminət kadının dostudur. Sen bugün bir müminle dostluq eləyəndə bunu göz önünde bulundur. Gerçek ədavət müminlerin arasında olabilmez. Olsa da bunun ömrü kısa olur. Bunu unutmayın. Gelin Buxariyə baxaq. Kur'an-ı Kerim'den sonra en sahih kitabımız. Gelin Sahih Müslim'e baxaq. Kur'an-ı Kerim'den sonra Əhl-i Sünnə və Cemaat'ın en büyük mərci ve məstəri. Peygamber sallallahu aleyhi ve sellem buyurur. El-mu'minu lil-mu'mini kel-bunyan yeşuddu ba'dahu ba'dan. Mümin üçün, bakın, mümin üçün divarı dik tutan daşlar kimidir. Mən müminəmsə, sən müminsənsə, ya beraber yıkılacaq, ya da beraber dik duracaq. Birimiz sağlam olduğumuz sürece o birisinin yıkılması mümkün değil. Eğer bu gerçek müminlikdirsə, bunun səmərəsi budur. Sual çıxa bilər. Ne için bugünkü günde eğer bu belədirsə, yeryüzünde bu kadar Müslümanın olduğu yerde bu qayda tətbiq olunmur. Bir tarafta Müslümanın kanı tökülür, bu tarafta Müslümanın bir toplumda kef eləyir. O biri tarafta kef damaq tatiller, o biri tarafta cırıq ve çürük palatkaların içini su basmış gölməçələrdə Müslüman qadınlar əziyyət çəkir. Biz necə müminik ki, bəs hamımız ayaq üstə durmuruq və yaxud da hamımız yıxılmırıq. Niye əndər döndərik? Çünkü müminlikte, İslam aleminde, yer kürəsində yaşayan müminlerin mümin vəsfini daşımaqdadır problem. İslamda değil. Bu terminlerin düzgün yerinde koyulmasındadır. Muhammed sallallahu aleyhi ve sellem buyurur. Gerçek Müslüman o Müslümandır ki, komşusu ac olan yerde karnı tok yatmaz. Gerçek Müslüman. Biz ne kadar varıq kardeşler? Özümüzü beğenirik, bizden iman adam yoktu deyirik. Hiç komşumuzun durumundan haberimiz yoktu. Bu zaman xələl İslam dinindədir mi? Yoksa biz onun vəsfini daşıyan, düzgün, dürüst mümin ola bilmeyen İslam'a nispet olanlarda mı? Tabii ki bunları doğru dürüst başa düşmemiz lazımdır. Allah Teala Kur'an-ı Kerim'de buyurur. Yadınıza saklayın bu ayələri. Kim uca olan Allah'a, alemlerin Rabbi olan Allah'a iman ederse, gerçek iman, uca Allah onu bütün sıkıntısından ona çıkış yolu verebilir. Biz bugün musibet gelende içinden çıkabilmiriksə, imanımızı gözümüzün önünden geçirmemiz lazımdır. Bu bir küfür iman meselesi değil ha. Müminliğe çatmak derecesiyle
günahların ve fiskin içinde boğulmak derecesidir. Çünkü günahların içinde, fiskin içinde boğulan bir insan mümin derecesine çatabilmir. Allah'ın da ona olan vaadi o dereceye çatanlaradır. Aziz kardeşler, müminlik bağları, kardeş olmamız, bu bizim şəxsi çıxarlarımız üçün değil. Belə məclislər təşkil olunduğu zaman vaxtım var mı, vaxtım yoxdur mu? Axotum var mı, axotum yoxdur mu? İstəyim var mı, istəyim yoxdur mu? Bu şəkildə belə məsələlərə baxılmır. Bizim bir araya gəlməmiz, beraber olmamız, İslam görünən, göstermek istediğimiz İslam'ın möhkəmliyini göstermek için olmalıdır. Allah'a ve ona, Rasuluna ve ahiret gününe inanmayan insanların en büyük arzusu Müslümanların səhvlərinin örümçək toru kimi sade ve dözümsüz olmasıdır. O ise Allah ise müminlerin səhvlərinin kırılmaz bir kendir kimi olmasını istemesidir. Müminler bir olduğu zaman niye birbirimize ihtiyacımız var? Biz bir olduğumuz zaman aramıza fitne girmeyecek. Fitne girmeyecek. Uzak olanların arasında fitne girir. Ben birçok tələbə dostlarıma, birçok beraber təhsil aldığım adamlara, birçok elim yolunda beraber yürüdüğümüz sonra ihtilaf çıkardan kardeşleri her zaman demişəm. Eğer bir fitne çıkırsa, elm tələbələri bunu çözmeye can atmırsa, İslam'ın yıkılmasına yardım edirlər. Ne zaman olursa olsun, size de demişəm, birçoklarımız burada beraber böyümüşük. 20 ildir, 30 ildir, 40 ildir bir yerdeyik. İtirazınız olduğu zaman hemen yakınlaşın, üzbəüz söhbət eləyin, o zaman fitne yatacak. Fitnenin yatmağını isteyen adam her zaman yatıştırmak için ilk adım atan insandır. Her zaman demişəm, sen beni beğenmeyə bilərsən, məni sevməyə bilərsən, mənim təbliğatıma və dəvətimə etiraz da elə bilərsən. Ama ilk önce onu eləyərkən gel bir üz-üzə görüşək, danışaq. Heç zaman karşından bir kaçan adam görmeyeceksin. Sen bir adım at, iki adım atacaksın. Ve seni sonuna kimi dinleyen səbirlə karşında bir kardeşini göreceksin. Axırda sen bitirdikten sonra karşılıklı fikrini ifade edeyen, belki sen düzgün fikirləşmirsən diye onu da öne süren kardeş göreceksin. Ona göre kardeşler, bu əqidə bu mənhəclə yaşadığımız için biz illərdir çiyin-çiyinə, topuq-topuğayıq. Bizim aramızda ixtilaf yoktu mu? Biz birbirimizi incitmirik mi? Biz birbirimizi qırmırıq mı? Birbirimizin arkasıyla qeybət etmirik mi? Hamısı başımıza gelir. Bunu kibirlənərək biz mələyik deməyə ixtiyarımız da yoktur. O qırğınlıq da, ixtilaf da aramızda var. Ne için? Fikir ixtilafı, fikir ayrılığı, beden ayrılığımıza sebep olmur. Ne için? Çünkü biz her zaman birbirimizin yanında durup o meseleni çözmeye can atırıq. Ona göre beraberik. Ona göre birik. Ve bunu kaş ki Azerbaycan'daki kardeşlerimiz de bu tecrübeni yaşayalar. 130'dan çok elm ehli olan bir yerde böyle bir elmi meclis toplanması hardasa mümkün değil. Ne için? Çünkü burada bir menhecde, İslami davada, İslam'ın yayılması için insanın içinde olan o hərarətdə bir nöqsan var. Bir nöqsan var. Elm tələbələri parlamentdə oturmaq üçün dava eləyənlər kimi aralarında vəzifə üçün dava etməməlidir. Eğer davamız İslamdırsa, boynumuz İslam'ın hökmünün qabağında qıldan ince olmalıdır. Bu məfhumla yetiştirilməlidir ümmət, bu məfhumla, bu anlayışla biz insanları tərbiyələməliyik. Hata elədiği zaman dönmeye en yakın olan insanlardan olmalıyıq. Həmçinin kardeşler, bir araya gelmemiz, birbirimizi tez ziyaret etmemiz, ünsiyeti birbirimizden ne kadar ihtilaf da olsa kopartmamamız, içimizde olan birbirimize olan ədavəti azaldır. İçimizde sevgi əmələ gətirir. Şeytanın bizi birbirimize vurmak için istediği o ipleri qırır. Məhz buna göre hikmətlərdən biri budur ki, biz 5 vaxt namazı məsciddə qılmağa əmr olunmuşuq kişilər.
Məhz buna görə biz cümələri bir araya gəlirik. Məhz buna görə bayramda bir araya gəlirik. Məhz buna görə cənazələrimizə qatılmaq vacibdir. Məhz buna görə toylarımıza, məclislərimizə dəvət olunanda münkər yoxdursa icabət etmək vacibdir. Çünki müsəlmanların ən maksimum dərəcədə bir araya gəlmələri dini mətləbdir. Maksimum bir araya gəlmələri dini mətləbdir. Ən azından fikir verin qardaşlar. Allah hamınıza bərəkət versin. Allah Azze ve Celle hamınızı ucaltsın. Fikir verin. En azından biz beraber olanda, bir yerde olanda en azından günah eləmirik. En azından günah eləməyə çəkinirik. En büyük misalı, mesela sen sigaret çəkirsən. Bu kadar mümin kardeşin yanında o sigareti asla ağzına koymayacaksan. Bu şərəf olarak, gurur olarak yetmez mi ki biz bir araya gelende günah etməkdən həya edirik. Varlığımız, birliğimiz günahları terk etmemize vesile olur. Sevgi artır, fitnenin qabağını kəsirik. Şəriyyətə olan bağlılığımız möhkəmləşir. Elmimiz artır, imanımız artır. Və eyni zamanda biz bir araya gəlməmizlə uca olan Allahın əmrini yerinə yetirmiş oluruq. وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Allahın ipindən möhkəm yapışır və parçalanmayın. Ya Rabbi, biz də parçalanmırıq, sənin əmrinə itaat edərək, bak, davamlı bir-birimizi qorumağa, bir-birimizə qucaq açmağa çalışırıq. Aramızda olan anlaşmaları da İslam mənfəəti üçün kürəyimizin arxasına atırıq deyirik. Bunu bacarmamız lazımdır qardaşlar. Kin, qüdrət əkmək, nifrət əkmək, insanları bir-birinə qırdırmaq heç vaxt bu şərəfdən bu şeyin payı, hissəsi ola bilməz. Maksimum dərəcədə bu yaşadığımız global bir həyatda mütləq qardaşlar, qardaşlıq iplərini möhkəmləndirməliyik. Baxın, Rasulullah sallallahu aleyhi ve sellem Məkkədən Mədinəyə gəlmədən öncə Mus'ab ibn Umeyr radiyallahu anhunun Mədinədə dəvət etdiyi iman əhli var idi. Məkkədə Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında iman əhli var idi. Məkkədəylər, Məkkə mədəniyyəti ilə, Məkkə kültürü ilə, oranın ab-havası ilə böyümüş, boya baş çatmış insanlar idi. Mədinədəylər də Mədinəyə məxsus. Rasulullah sallallahu aleyhi ve sellem Mədinəyə hicrət etdikdən sonra iman eləyənlər Rasulullahın sallallahu aleyhi ve sellemin arxasıyla Mədinəyə hicrət etdikdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem baxın demədi ki, gəlin həyatda qalmamız üçün bir dənə bazar tikək. Demədi ki, gəlin həyatımızı davam etdirməmiz üçün hərəmizə bir dənə ev tikək. Gəlin hər bir dənə dəvə alaq. Gəlin bir dənə məclis quraq, yey içək, köhnə günlərimizi arxaya ataq. Asla. Muhammed sallallahu aleyhi ve sellemin Mədinəyə gəldikdə ilk etdiyi şey ansarları da bir araya topladı, muhacirləri də bir araya topladı. Dedi, siz qardaş olacaqsınız. Mən sizi bir-birinizə qardaş elan edirəm. Hətta bəzi ansarlar Rasulullahın bu sözündən sonra həmən ayaq üstə qalıqdı. Ya Rasulallah, mənim 2 dəvəm var. Mən bu dəvəmi muhacir qardaşıma hədiyyə edirəm. Ya Rasulallah, mənim 2 evim var. Mən bu evimi bu qardaşlığın tətbiqatı olaraq qardaşıma verirəm. Ansarlarla muhacirlər qucaqlaşıb sevinçdən ağlayırlardı qardaşlar. Bu qardaşlıq yaşanan günü o sahabələrin bir çoxlarının ayaqqabı yox idi. Bədənlərinin bir çox hissəsi açıq idi. Evləri yox idi. O vəziyyətlə İslamı məşriqdən məğribə, şimaldan cənuba yaydılar sahabələr. Onlardan biri səfərə çıxarkən bir xurma ilə uzun yol gedərdi. Şikayət eləməzdi halından. Rasulullah sallallahu aleyhi ve sellemin qardaş elədiyi sahabələr o qardaşlığı ilə daha sonra İslam fəthini genişlədilər. Daha sonra məscidlər tikdilər. Daha sonra kitabxanalar tikdilər. Daha sonra minlərlə müsəlmanın, zəif olan müsəlmanların qolundan tutdular, qaldırdılar. Bütün bunların hamısı səmimi və dürüst qardaşlıqdan keçər. İslam düşmənləri bunun farkındadır. Bir toplumu darmadağın eləmək üçün, yoxa çıxartmaq üçün, dinsiz, imansız, sadəcə üzdə müsəlman göstərmək üçün
qardaşlıqlarını poz, bütün pislikləri eləməyə məhkum olacaqlar. Bunun farkındadılar. Bunun farkındadılar. Keçmiş dönemde bir hadisə olanda ümmət birləşərdi. Ümmət birləşərdi və ümmətin birləşməsindən qorxan din düşmanları problem çıxartmağa qorxarlardı. Derdi bunlar bir-birlərini yeyirlər. Amma bir problem çıxanda yumruq olurlar. Gəl biz problem çıxartmayaq ki, bunlar yumruq olmasınlar. Bugün möhtərəm qardaşlar, niyə eyni hissiyyəti yaşaya bilmirik? Bir tərəfdə hadisə, bir tərəfdə də baxın nə ilə uğraşırlar. Yəni, bugün bizim ölkələrimizin, Azərbaycanın, Gürcüstanın, götürək yaşadığımız coğrafiyanı deyim mən, ən çox ehtiyac olan şey huzurdur. Doğru inancın yayılmasıdır. Tövhidin insanlara öğretilmesidir. İnsanların küfürden, şirkten çekindirilmesidir. İnsanlara Allah'ın şəriəti nazil ettiği şekilde öğretilmesidir. İnsanlara namazın əhəmiyyətinin danışılmasıdır. Bu şeyler qalıb bir qırağa. Sanki Ömer ibn Xattab radiyallahu anh'unun, sanki xilafət dövründə yaşayırıq. Baxırsa millət bir-birini qırır. Herkes dinin adıyla, sələfliğin adıyla, əhl-i sünnənin adıyla, filanın adıyla. Da baxmırıq ki, yaşadığımız coğrafiyada bu ixtilafları çürütmək, bu nəfsi intiqamları çürütmək və bu cür millətin ürəyini bulandırıb az olan iman əhli bir-birinə qatmaqdansa bu ümmətin dərdi daha böyükdür. Bizim coğrafyamızdaki insanlar bizdən onlara namazı öğretmemizi gözləyirlər, tövhidi öğretmemizi gözləyirlər. Onlara dini doğru, dürüst, əxlaqlı şəkildə çatdırmamızı gözləyirlər. Bu şeylərin əsla hiçbiri coğrafyamıza qardaşlar, yəni fitnə, fəsad, bölmək, parçalamaq, dinin adı altında, dini terminlər altında insanların imanını zəiflətmək əsla və əsla hədəflərdən deyil. Əziz qardaşlar, Allah Azze ve Celle səhvlərimizi möhkəm eləsin. Allah həqiqi şəkildə ona iman edib, ixlasla, imanla son nəfəsinə kimi onun yolu ilə gedənlərdən eyləsin. Resulullah sallallahu aleyhi ve sellemlə həşr olmağı nəsib eyləsin. Qiyamət günü sıddıqlarla, alimlərlə, Allah yolunda şəhid olanlarla həşr eyləsin. Allah bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammed.